Salam əziz tamaşaçılar, xoş gəldik hər birinizi. Səmimi söhbət efirdədir. Bugün də sizinləyəm. Maraqlı bir qonağım da var. Qonağım Status Qrupun rəhbəri Bəşir Ağayevdir. Bəşir bəy, verilişimizdə xoş gördük sizə. Xoş gördük. Əhvalınız necədir? Yaxşısınızmı? Süper. Sizlə bərabər efirdə olmaq, əhval necə olmalıdır? Əla, süper. Çox sağ olun. Bizə salamlayırıq izləyiciləri, sizləri hamını salamlayırıq. Xoş gördük. Bəşir bəy, Status Qrupun hazırda öndə olan layihəsi hansıdır? Status Qrupun hazırda öndə olan layihəsi gördüyünüz bu layihədir. Status Konsept Galeri bizim yeni layihəmizdir. Bu sırf özümüzə məxsus olan bir şeydir. Status Qrup Konsept Galeri bizim partnyorlar və bizlə outsource edildiyimiz şirkətlərin toplandığı bir belə deyimsə mərkəzdir. Burada hər şey birinci əldən və keyfiyyətli, illərin təcrübəsinə dayanan şirkətlərdir bizim kimi. İllərdə outsource edildiyimiz şirkətlərdir və çox şükür ki, böyük bir məsafə, böyük bir yol alacağımıza inanırıq və bu qurumla, bu konsept qalerinə, bu konsepsiyumdan çox böyük layihələrə imza atacağımıza əminik. O ki, qaldı gördüyümüz işlərdən biz Qarabağdan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, düşdüyü bir tərəfdən gəldik Kürdəmir, Ağdaş, İsmayıllı, Qəbələ, Quba, Qusar, Bakının hər kəndində bizim individual layihələrimiz olub. Hansı ki, korporativ işlədiyimiz firmalar Azərbaycanın ən böyük firmalarındandır. Biz Port Bakuda, Baku City Tower'da, sonra Sibrizdə və s. böyük layihələrə imza atmışıq və bizim təkcə tikinti deyil bizdə, həm də tikinti materialının təchizatı ilə məşğuluq. Bəşir bəy, hazırki yeni layihənizdə daha çox hansı yönümü inkişaf etdirməyə çalışır? Tikinti, dizayn yoxsa innovasiya? Biz belə bir şey deyək, bu konsepsiyumun Status Konsept Galeri həm də sizdən açılışlar danışanda demişdik ki, bu konsepsiyum burada oluşudur. Konsepsiyum bizim qurmaqda məqsədimiz olur ki, təkcə Azərbaycanda deyil, ətraf regionlarda da biz tikintiyə bir status verək, bir tikinti fəlsəfəsini yeniləyək, hansı ki, innovasiyada, memarlıq dizaynda, tikinti mərhələsində və hər şeyi daha sürətli, daha çevik və o ilə bərabər də daha da keyfiyyətli, qiymətdə çox münasib bir vəziyyətə getirək. Burada olan irəli çəkmək istədiyimiz yeni fəlsəfəmizdir, dediyimiz kimi. Yəni, təkcə bir tərəfi yox, hər tərəfi. Bu, mənə deyək ki, bu layihəmiz təkcə burada olan şirkətlər deyil. Digər Azərbaycanda böyük şirkətlər var ki, maşallah çox güclü işlər görürlər. Onlar da bir stimul olacaq və biz, mən elə fikirləşirəm ki, biz həqiqi mənada Azərbaycanda bir ilk eləmişik və bu da böyük bir rezonans formalaşdıracaq və tikintinin inkişafına böyük bir dəstək verəcək deyə düşünürəm. Hansı ki, burada olan qonaqlarımız da bizim fikirlərlə sağ olsunlar, hamısı razılaşdılar və dəstək verdilər. Hansı ki, dövlət qurumlarından vardı, özəl şirkətlərdən vardı. Ümid edirəm ki, bizim hədəfimiz alidir. Biz hədəfimizi böyük götürmüşük. Allah'ın izniyle inşallah dəmir yumruğunun altında Azərbaycan inkişafı üçün əlimizdən gələn hər şey edəcək. Bəs Bəşir bəy motivasiyanı hardan alır, belə bu gözəl layihələrə imza ata bilir? Mən belə bir şey deyim sizə, mən öz evlatlarıma da deyirəm ki, sevdiyiniz işi görün və siz düşməz qalxmaz bir Allahdır. Yəni, düşməz qalxmaz bir Allah. Yəni, olur ticarətdir, adam itirədə bilir, qazanada bilir, yəni planladığın şey alınmaya bilir. Amma sevdiyin bir işdirsə, hər zaman motivasiya içindən alırsan. Və mən belə bir şey deyim sizə, mənə görə motivasiya insanı bir yerə qədər aparır. Amma disiplin insanı hədəfinə çatdırır. Yəni, motivasiyamız təbii ki, sevdiyimizdəndir və bir nömrə də bizim üçün disiplindir. Yəni, hər hansısa bir hədəf çizmiş isə, onun bir planlaması var, onun bir strategiyası var. Bu da hər şey disiplinlə bağlı olan bir şeydir. Disiplinimiz olduğu təqdirdə hədəfimizə həqiqi mənada varacaq. Yəni, tez-tez onu əldə edəcək. Yəni, bizim bu, hansı ki, bu gördüyümüz layihə mənim 6 illik planımdır. Yəni, planlaşdırılmış bir şeydir. Çox şükür. Arzunuza çatmışsınız. Çox şükür, Allah-Teala onu bizə yetirdi. Və bu da
təkrar sevdiyimizə görə və disiplin. Yəni mən ümid edirəm və mənə də gəlir ki, hər kəs də bu ilə razılaşacaq ki, disiplin ən əhəmiyyətli şeydir. Ən möhtəşəm şey disiplindir. Yəni motivasiya bir yerə qədər aparır adamı. Yəni bir yerə qədər motivasiya aparır. Necə ki, mən belə deyim sizə, mən orta məktəbdə oxuyanda, mən özəl məktəb oxumuşdum. Mən o vaxtda Boğaziçi riyaziyyatdan ötürü ürəyim gedir ki, mən riyaziyyatçıyam, həqiqi riyaziyyatçıyam. Mən riyaziyyatçıyam, mən riyaziyyatın ən yuxarısına qalxacam və s. və ilaxir. Müəyyən səbəblərdə mən onu əldə edə bilmədim. Amma 9-cu sinifdən bəzi məsələlərdə belə deyim, rəhmətli atam deyirdi ki, sən deyir, mən belə baxıram, sən oxuyursan, başın var, amma sən alverçi olasın. Yəni, mən ticarətə daha çox yatmışam o vaxtda. Amma beynimdə də həmişə riyaziyyatçı olmağı fikirləşmişəm. Əslində baxanda bu günlərin bütün kainat riyaziyyatın üzərində qurulub da. Yəni, hər bir, belə deyim, çizdiyim bir plan, çizdiyim bir strategiya, rasionallıqdır, reallıq olmalıdır ki, onları kimsə xəyal edə bilər, təbii ki, o xəyal da reallığa çevirməkdən ötürü dediyimiz kimi bir strategiyası və rasionallaşdırmalısan onu. Biz çox şükür onu bacarırıq Allah'ın izniyle. Təbii ki, bunu belə bir şey deyim sizə, hər bir yolda insana hər zaman dəstək lazımdır tək sürətdə. Yəni, mənim ətrafımda olan dostlarım, komandam ciddi mənada mənə dəstək veriblər, dəstəklərini də heç vaxt əsirgəmirlər. Yəni, yeri gələndə dünən bizə işə gəlmiş adam, ciddi deyirəm bunu, dünən bizə işə gəlmiş adam, 3 gündən sonra bir də baxıram ki, əslində bu adamın işi başqadır, bir də baxıram ki, hər hansısa bir yerdə, belə deyim sizə, yəni əslində mənası demirəm, amma alıb əlinə pol əşkin yersin. Deyirəm ki, onun işi o deyil axı. Hər bir işi görməyə çalışır, əmək verməyə çalışır. Mənə gəlir ki, o bir söz var, onu da deyim sizə, o atamızın bir misalı, bağı başdan qoxar misalı. Yəni, mən şəxsən burada hər hansı bir şeydə, mən iş sahibiyəm, mən buranın sahibiyəm, ideya mənim və s. və heç vaxt o tasla, o necə deyim, mənəni taslamamışam. Mənə gəlir ki, bizlə gələndə bizə uyur. Yəni, o belə bir söz var, deyil, Atatürk'ün yanına bağlısı, həm rəngi olmuş, həm xasiyyət olar. Yəni, mənə gəlir ki, bizim komandamızda çox şükür ki, möhtəşəm komandadır. Yəni, biz çox şeyləri əldə edəcəyik bu komandayla, çox şeyləri, Allah'ın izniyle. Tikinti sahəsini seçməyinizin səbəbi sizcə riyaziyyatı çox seçməyinizlə əlaqəli deyil ki, indi siz riyaziyyatı sevdiyinizi dediniz, o məndə bir təəssürat oyatdı sizinlə bağlı. Belə bir şey deyim sizə, mən əslində tikinti məsələsi, mən universitetə girdim, mən çox şükür, orada da sosial aktivitelərimiz oldu, özümüzün qeyri-hökumət təşkilatı qurduq, qəzetimiz oldu və s. və laxir. Biz bir yerdə durmamışıq da, çox şükür. Ümumiyyətlə, fəal şəxslərdən biri olmuşsunuz, ümumiyyətlə, həyat boyu. Çox şükür, onu da verən Allah'dır təbii ki. Biz bu işləri gördüyümüz ərəfədə, mən başqa ticarətlə də məşğul idim, yəni universitetdə oxuyuq, ticarətlə məşğul idim. Bir dostumuz vardı, adamla gəldim, gördüm ki, hansı ki, Ziya Binyanov prospektində yeraltı keçid tikilir, toz, duman. Adam gördüm ki, orada oturub boğulur, toz insan əl çəkmir. Oturdum, mən onda inşaatı isim belə bilmirdim. Oturdum, adamla söhbət edəndə çox maraqlı gəldi mənə. Oturdum, maşına getdik, bir iki layihəyə baxdım, mən dedim, mən bu işi görmək istəyirəm, birgə bərabər görək. Adam təbii ki, təzə başlamışdı işə, onunla müəyyən bir dəstəklər lazım idi. Həm dostumuz idi, həm çox güvənli adam idi, belə deyim, İsmail'də məhəl uşağım idi, bir məhəllədə böyümüşdü. Sonra özəl məktəbə bir getmişdi, universitetə bir getmişdi. Sonradan hərəmiz bir ayrı-ayrı sektorlardaydı. Onunla bərabər başladıq, çox şükür, sevdim bu işi. Həm burada, belə deyimsə, ticarət var, həm burada xəyalında olanı reallaşdırmaq gücü var. Belə, pul çox şeydir, amma pul hər şey deyil də. Yəni, pulun var, amma hər hansısa bir şeyi reallaşdıra bilmirsənsə, xəyalında olanı canlandıra bilmirsənsə və inanç ki, məsələn, bu gördüyünüz şeyləri mən hər hansısa bir memarın, hər hansısa bir dizaynerin çizimi deyil. Bu, beynimizdə olandır. Yəni, bu canlandırdıq, elədik. Mən içəri girəndə, məsələn, burada gördüyüm şeylər, demək ki, nəsə əldə edə həm də yəni, bu reallaşdırmaq məsələsi, o bu adama həqiqi zövq verir, həqiqi stimul verir ki, mən həmin o inşaata ona görə girdim mən. Ki, mən beynimdə canlandırdım. Mən müştəri ilə görüşəndə ilk işimiz bizim hovuz olur, hovuz işi olur. Mən müştəri ilə görüşəndə
Müştəri gördüm ki, bəlkə belə bir şey deyir. Ay yox, sən təzə köhnə kəndə təzə adət gətirirsən. Dedim, amma evliyə qəşəng çıxacaq. Bəyənməsəz problem yoxdur, hesabı mən bağlayacağım, sizin istədiyiniz. Mən vaxt itirəcəm. Dedim, siz yanında da birindir ki, amma hansını bəyənsəz səmimi danışacaq da. Mən öz fikrimdə olan tikim sizin üçün baxın. Əgər bunu bəyənməsəz, sizin dediyində orada tikirəm. Bəyənməsəz, yəni bunun üstünü bağlayaq, bəyənsəz bunun üstünü bağlayaq. Amma ikisini də xərcini bəyənsəz siz ödəyəcəksiniz. Və baxdım müştəri ki, sən özünə o qədər güvənirsən, dedim, hə. Dedim belə, sən öz bildiyi belə. Öz bildiyimi elədim. Onda da hansı ki dediyim bizim bu dostumuz, ortağımız, deyirsən, belə risk edirlər. Biz indiki vaxtda kiməsə güvənirsən, adam pul vermək üçün deyər bəyəm dedim. Adamın gözünün içinə baxanlar bilir ki, adam gənclərə dəstək vermək istəyir. Üstə gəldi ki, nə olsun ki, belə deyək ki, o adam pulunda əsirgəməz. O adam düzgün adam olmuş. Adam belə baxdı ki, onu sən istədiyi yerdə buna ehtiyac yoxdur. Bəyənməsəm söküb təzədən ki, ziyan yoxdur. Mən bu ay hovuzda çinmərəm. Adam üçün hovuzu tikdi, adam dedi ki, başqa bir şey, mən bunu görməmişdim. Yəni biz o tələbə vaxtı çox yerlərə gitmişdik, eləmişdik. Həm orada gördüklərimiz, həm biraz araşdırma, həm beyində olanlar möhtəşəm bir şey çıxmış. Onda artıq mən bu şey vuruldum. Məndə Naxış Keykəns kafeteriya vardı, şirniyyat sektorunda da var idim. 300 marketi, 300 müştərim vardı, mal paylatdırırdım və 10 dənə putikim var idi. Mən olan hamısını bir-bir bağladım. Hamısını bir-bir bağladım, keçdim, tamamilə gücümü verdim, enerjimi verdim inşaat. Çünki zövq almağa başladım. Mən əvvəldən inşaatı belə bilmiş olsaydım, yəni bu qədər mənim beynimi yatacağım bilmiş olsam, ta başdan mən heç İqtisad Universitetinə getməzdim, gedərdim inşaata, gedərdim memarlıq oxuyardım və s. Amma çox şükür, əlhamdülillah, yəni kəşf demək təbii ki, şeytandandır, biz kəşf edemirik. Allahın verdiyinə ki, heç bir şey təsadüfi deyil, yəni təsadüfi heç bir şey yoxdur. Hər şey Allahın çizdiyi kurallar üzərində oynanır, yəni səbəblər dairəsində dönür. Demək ki, səbəb bu idi, demək ki, bizim üçün yazı bu idi və bu günlərim mənə də gəlir ki, biz hələ yolun, belə deyimsə, heç 1/3 getməmişik. Hələ qabağımızda çox planlar var, çox hədəflər var, çox böyük işlər var. Bəs hədəflər demişkən, hansı hədəflər nəzərdə tutulur hazırda? Nələri etmək istəyirsiniz, nələri planlayırsınız? Adətən belə bir şey deyim, hər hansısa bir şeyi beynimdə fikirləşdiyim planlar, hətta mənim belə deyim, ətrafımda olan mənə güvənənlər belə bəzən deyirlər ki, sən bunu elədin, niyə biz əvvəldən demir ki, bu olacaq? Mən onu demək sevmədiyimə görə üzrə hesab edəyəm. Gələcək planlar haqqında danışmaq istəmirsiniz? Yəni, onlar inşallah mərhələ ilə zaten sizin hər birinizin xəbər olacaq. Bizim dostlar, mən əminəm ki, bizim uğurumuza sevinən dostlarımızdır, gözündən sevinən dostlardır. Zaten o hər şeydən xəbəriniz olacaq mərhələ şəkildə. Nə hazırda budur. Bundan sonraki, yəni ki, 2 ay ərzində yeni bir layihəmiz var, Allah qoysa. Orada da siz mütləq surətdə olacaqsınız. Gələcəksiniz, nə deyək ki, o da bəyəniləcək, o da bir tikinti sektoruna bir səs-küy salacaq, möhtəşəm bir səs-küy salacaq. Çox böyük plandır. O da təbii ki, 6 il bundan əvvəl deyil, təbii ki, 1 il zat falan belə bunun üzərində qurduğumuz bir şeydir. Yəni, yaxşı olacaq, möhtəşəm işlər olacaq. Gələcək planlarımız biz həqiqətən ən yaxşısına layiqik. Şirkət olaraq, millət olaraq, şəhər olaraq, ölkə olaraq, dövlət olaraq biz hər şey ən yaxşısına layiqik. Bizə xidmət sektorunda olduğumuza görə biz millətimizə ən yaxşısını verməliyik. Mütləq surətdə ən yaxşısını verməliyik. Çünki ona layiqdirlər. Onun ən yaxşısını vermək üçün də biz ən yaxşısı olmalıyıq. Planlarımızdan ən böyüsü, ən hədəfimiz də budur. Yəni biz müştərimizə, bizə potensial olacaq müştəriyə və ya hansı ki müştərimizə, yəni fərqi yox. Biz millətimizə xidmətin ən yaxşısını təqdim etməyə özümüzə borc bilirik və ondan tərəf də çalışırıq. O da olacaq. Onu da eləyəcək Allahın iznilə. Çox şükür, bugünə qədər göstərdiyimiz xidmətlərdən narazı qalanlar olmayıb. Təbii ki, bəzi necə deyərlər, deyəcəyim söz biraz pis çıxacaq, amma atalar sözü deyir, millətin ağzı deyir, torba deyir ki, bağlayasan. O, təbii ki, yaxşımızı sevənlərimiz olacaq, daş atanlarımız olacaq. Bizim heç də umurumuzda deyil. Çünki biz vicdanən rahatıq ki, gördüyümüz şey özünüzə güvənirsiniz bu iş. Özümüzə güvən, gördüyümüz şey haqqını veririk. Aldığımız pulun haqqını veririk. Bizim üçün puldan önəmli olan özümüzün adımızdır, özümüzük. Yəni biz çox yerdə pul itirmişik, amma adımızı qorumuşuq. Çünki bizim üçün status bir statusdur yəni. O statusu yerə vurmaq olmaz.
Bəs Bəşir bəy, siz indi danışdınız, sizin ümumiyyətlə gənclik zamanlarınızdan bu yana hər zaman bizneslə, nə isə qrup yaratmaqla işiniz olub və bunun motivasiyanız olub. İstərdim ki, son olaraq gənclərimizə bir motivasiya üçün, gənclərimizi bu işlərə təşviq etmək üçün yaxşı məsləhətlər verəsiniz. Mənə görə ki, ən böyük uğurum qərar verməkdir. Yəni, yanlış və ya düz, fərq yox, qərar verməkdir. Gənclərimizə o deyirəm ki, heç bir zaman qərar verməkdə tərəddüd edəmin, qərarınızı verin. Mən udduğum da qərar verəli udmuşam, uduzduğum da qərar verəli uduzmuşam. Mənə görə ki, mənim ən yaxşı xüsusiyyətim qərar verməyə, anında qərar verməyə bacarmaq. Bir də, yəni, unutmasınlar ki, bayaq dediyim söhbətin başında, düşməz, qalxmaz, tək Allah deyən. Yəni, düşəcəksən də, qalxacaqsan da. Amma sevdiyin işi gördüyün tərəfdə, düşəndə də ləzzət alacaqsan. Qalxanda da ləzzət alacaqsan, yəni ondan zövq alacaqsan və o ilə bərabər də əslində o düşmək insana bir motivasiya verməli ki, yəni demək ki, öyrənir. Bir də heç nə vericilərini almasınlar. Gənclərimizdən ki, heç nə. Qazanmışam, itirmişəm. Allah nəsib eləmişdi, qazanmışdım, indi itirdim. Ətrafımda mənə çoxlar deyib ki, sənə mən deyəndə sən bunu eləsəydin, sən itirməyəcəydin. Mən sən, halbuki ona deyən var, yoxdur ki, gəl bu qəddanı götür, bunu ara qoyma qabiliyyətim var, amma danışmağa qalsa, nə var danışmağa? Çevrənin bir sözünə eşitməsinlər, sadəcə özləri eşitsinlər. Əlbəttə, çünki insan ən böyük gücü daxilində olan gücdür. O daxilində olan enerji, əgər belə deyim, nəsə, bəzi adamlar kimi danışmaq kimi çıxmazdır. Yəni, insan öz daxilində özünə güvənirsə, yəni, əmin olun ki, onun heç nəyin bunda olmayacaq. İtirəcəksən də ticarətdir, işdir, itirəcəksən. Heç vaxt ticarətdə qazanmaq yoxdur. Amma orada da təzdən qalxmaq öyrənəcək. Biləcəksən ki, məsəl çəkirəm, hər hansısa bir layihədə 10.000 mən pul itirdim, amma 10.000'lik mən kurs aldım. Artıq digər layihədə, digər işdə, söhbət tikintidən getmir, biznesdə, hər hansı bir sahədə. Mən artıq burada 50.000 pul itirdim, demək ki, mənim 50.000'lik bir kursum oldu. Mən artıq burada 50.000'lik təcrübəm oldu, mən burada bunu öyrəndim. Amma məsləhət olar ki, ona getməmişdən əvvəl bu sahədə hər hansısa bir məsafə qət etmiş adamla bir danışsalar, məsləhətləşsələr, demirəm onun dediyini eləsin, eləməsin, öz bildiyini eləsin. Amma məsləhətləşsin, çünki orada bəzən mən hər hansısa bir toplantı hesabı ki, ən son danışan adamlardan biri oluram. Çünki hər kəsi dinləyirəm, orada elə insanlar var ki, elə bir püf nöqtə, bir toçka, bir nöqtəni buraxır. O nöqtə mənim üçün həm o məsələyə girməyə, həm o məsələdə fikrimi yürütməyə, həm o imza atmağa, tələb qoymağa bir şey olur, nə dediyim, o bir nöqtə mənim üçün, motivasiyadan tərəf, o bir nöqtə mənim üçün çox böyük ifuq açır. Yəni, mən artıq görmədiyim şeyləri görə bilirəm. Ona görə də bizim gənc dostlar, ticarətə atlamaq istəyən, işə biznesə girmək istəyən gənc dostlarımız məsləhət alsınlar, təkrar edirəm, dinləsinlər. Yəni, mən gəldim, oturdum, məsələn, Bəşirlə, rəqamla, üç gəlmə söz olunur və danışdım deyil, öyrənmək üçün. Hər hansısa bir şeydə ola bilər ki, sənin fikirlərin mənim təcrübəmdən daha çoxdur. Amma orada sənin təcrübənə bir qatqı qatdıqda, sənin fikirdən bir təcrübən, bir nöqtə, hər hansısa bir cüzi bir qatqı qatdıqda da sənin fikirlərin parıldayacaq, yəni bildiyin sənin qarşısında bir fuq atılacaq, çünki sən onu görməmişdin, o nöqtəni görməmişdin. Yəni, məncə dostlarımız, gənclərimiz heç vaxt iş görməkdən qorxmasınlar, həmişə, necə deyim, özlərini dik saxlasınlar və bilsinlər ki, bəli, həyat insana təcrübə yaşadır, bədəli də çox olur. Bədəli də ağır olur. Bəzən, bədəli də ciddi mənada ağır olur. Biz hər hansısa bir şey kimlərəsə qulaq asmadan, yəni məsləhət almadan, gedib iş görənlə danışma, elədiyimiz təqdirdə çox pullar itirmişik. Pul o tərəfə, belə deyim sizə, zaman içində yaşanır. Bir də mənim atam rəhmətliyim bir söz vardı, deyir, kişinin belində iki şey qırır, evlad itirmək, bir də davir itirmək, güvəni itirmək. Yəni, nə itirirsə itirin, güvəni itirməyin. Heç kəsin qarşısında güvəni itirməyin. Yəni, bu günlərim çox şükür Allahın birliyinə, yəni, bugünkü gün gedən məsələlər hamısı güvən üzərindədir, mənə görə. Mənim ətrafımda formalaşan dostlarım, komandam güvən üzərindədir. Yəni, onlar mənə güvənirlər, mən də onlara güvənirəm. Təbii ki, sistemimiz var öz yerində, amma güvən mənim üçün çox böyük əhəmiyyət daşıyır. Bir insanın bir insana güvəni mütləq surətdə olmalıdır.
Yəni sistem çox şey deyə bilər. Sistem deyirlər ki, sistem oğrunu doğrunu oğru edir, öz yerində, mən bir söz demirəm. Amma əgər bir insan güvən varsa, o adamı oğru tutmağa da ehtiyac yox. Zaten o sənin işini görəcək, sən də onun işini görəcəksən. Bir-birimizə yaranmalıyıq, belə deyirik. Yararlı olmalıyıq. Evet. Təşəkkür edirik Bəşir bəy, belə maraqlı söhbət üçün və bizə bu qədər işin arasında vaxt ayırdığınız üçün minnətdarıq. Buyurun, biz sizə təşəkkür edirik, əziyyət çəkdiniz, gəldiniz. Hər zaman gözümüzdə yeriniz var, qonağımızsınız, dostumuzsunuz, dəyərlisiniz bizim üçün. Yaxşı ki, varsınız, yaxşı ki, gənclərimizə müəyyən istiqamətlərdə, müəyyən bir yolda istiqamət verməyə çalışırsınız, var olun, bir işıq olursunuz. Allah şunu söndürməsin. Çox sağ olun. Belə əziz tamaşaçılar, verilişimiz sona çatdı. Yenidən görüşmək ümidi ilə sağlıqla qalın.